Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumma accil və likal farac. Salam dəyərli vətənlərimiz, xoş gördük sizləri yenidən. Bu mübarək günlərdə, mübarək gecələrdə qıldığınız namazlar, tutduğunuz oruclar, ibadət və itaatləriniz qəbul olsun inşallah. Bəqərə surəsinin 183-cü ayəsində, 183-184-cü ayələrində Allah Teala buyurur ki: Ya eyyuhellezine amanu kutibe aleykumus-siyam. Ey iman gətirənlər, sizlər üçün oruc vacib edildi, oruc yazıldı. Necə ki, sizdən öncəkilərə də bu vacib edilmişdi. Yəni, təkcə İslam ümmətinə aid olan bir ritual deyil bu. Oruc tutmaq, bizdən öncəkilərə də bu vacib olub. Bizdən öncəki millətlər, xalqlar, qövmlər, dinlərdə də bu olub. Davamında buyurur, əyyamə mə'dudat. Çox sayılı günlərdir. Həqiqətən də artıq biz bu sayılı günləri bitiririk, başa çatırıq. Ömrümüzdən daha bir il getmiş olur. Bu Ramazan ayının artıq sonuncu qədri gecəsidir və bundan sonra təqribən bir həftəmiz var. Bu bərəkətli ayı, bu bərəkət dolu ayı artıq bitiririk və əldən veririk. Həqiqətən də sözün əsl mənasında əldən vermiş oluruq bunu. Xoşur kəslərin halına ki, bu ayda qazandılar. Nə qazandılar? Qazandıqları ən böyük sərmayə bu oldu ki, bu dünyanın vəfasız olduğunu anladılar. Bu dünyaya bağlanmağın puç olduğunu, əbəs olduğunu anladılar. Həqiqətən də insanın dünyadan qırılması, dünya malına olan bağlılığından uzaqlaşması bu ayın bizə qazandırdığı ən böyük nemətlərdəndir. Yəni, elə ki, Allah Teala bizə bu ayda halalları belə haram etdi, bu ayda müəyyən saatlarda, yəni günün əksər saatlarında. Bu dünyanın bu nemətlərindən ki, uzaqlaşdıq. Artıq bir növ, biz ötən verilişlərimizdə də bunu işarə etmişdik, nəfsi tərbiyə etmək, ruhu azad etmək, ruhu inkişaf elətdirmək, kamilləşdirmək. Bu ayda bizə bu nəsib oldu, inşallah ki, nəsib oldu. Amma Allah bəndələri, Allahın xalis bəndələri bu ayda qazandılar. Qazancları da elə bu oldu. Allah Teala bunlara halalları belə haram etməklə günün müəyyən saatında başa saldı ki, bu dünyanın malının heç bir faydası yoxdur, puçdur. Dəyməz bu dünyada sırf dünya malını əldə edə bilmək üçün hər yola baş vurasan. Onun puç olduğunu elə biz oruç tutmaqla başa düşdük. Oruc tutduğumuz halda biz başa düşdük ki, bunun o qədər də çox bir dəyəri yox imiş. Yəni, biz həyatımızı həsr etmişdik ancaq yeməyə. Ancaq, belə deyək, özümüzü doyuzdurmağa və bəzən təəssüflər olsun, bəziləri hər bir yolla, nə yoluna olursa olsun, halal-haram demədən bu dünya malını ələ gətirmək üçün çalışırdılar. Vay o şəxslərin halına. Amma Allah bəndələri bu ayda bunu qazandılar. Dünyanın vəfasız olduğuna, dünya malına bağlanmamağa öyrəndilər. Bunu bildilər. Əldə edilən ən böyük nemətlərdən də biri budur. İndi bu ay bitir artıq, bu aydan sonraki aylarda, geridə qalan 11 ayda bu cürə yaşamaq. Bax, bu bir ayda, bax, gördünmü? Bu, hər biri əbəs imiş. Bunların hamısı əbəs yerə imiş. Bu olmadan da yaşaya bilərsən. Bəli, bunlar olmalıdır Allahın nemətləridir, amma bunlara bağlanmağın səhv idi. 11 ayda bunu sənə öyrətməyə çalışırdım, başa salmağa çalışırdım. 11 ay ömründən həsr eləyirdim ki, gecə-gündüz bax bunları ələ gətirəsən. Maşın, var, dövlət, ev, ailə, uşaq. Gecə-gündüz bütün həyatının hədəfi bunlar olmuşdu. Bax, gördünmü, bunları sənə bir ayda haram etməklə başa saldım ki, hər biri boş şeydir, ötəri şeylərdir bunlar. Əsas hədəfin mən olmalıyam, mən Allah olmalıdır, mən Allaha tərəf ucalmalısan. Nəfsini xilas etməlisən, ruhu azad etməlisən, mənə tərəf yüksəlməlisən. Hədəfin mən olmalıyam. Bunlar hər biri etibarı şeylərdir və vasitələrdir. Maşın olmalıdır öz miqdarında, öz yerində. Bir vasitədir. O maşından belə mənə qovuşmaq üçün istifadə etməlisən. Bu qidalardan yeməlisən, o cürə istifadə etməlisən ki, yaşaya biləsən, sənə üçün qərar verdiyin bu 50 il, 60 il, 70 il, bu ömrü yaşaya biləsən, bu bədən var ola bilsin, bu 60 il müddətində mənə bəndə ola biləsən. Bunlar üçün var idi.
Yoxsa bu dünya özü vəfasızdır. Bu dünyanın heç bir vəfası yoxdur. Bu dünya heç kəsə vəfa etməyib. Heç bir kəsə. Nə dünyaya bağlı olan o dünya əhlinə vəfa edib, nə dünyadan uzaq olan insanlara, zahidlərə, övliya Allahlara, peyğəmbərlərə, imamlara heç bir kəsə vəfa etməyib. Dünyanın özündən başqa heç bir dostu yoxdur. Mən onu elə yaratmışam. Mən bu dünyanı Allah olaraq elə yaratmışam. Onu elə yaratmışam ki, heç bir kəs onu özündən başqa ona dost olmur. Heç bir kəsə vəfa etmir. Heç bir kəsə qarşı doğru deyil. Əgər qərar olsaydı dünya öz əhlinə, ona bağlı olanlara, dünya adamlarına, dünya insanlarına, nəfskar insanlara sadiq olsun, hamıdan öncə Qaruna vəfa edərdi. Dünya vəfa etsəydi, o Qaruna vəfa edərdi. Dünya vəfa etsəydi, Firona vəfa edərdi. Bütün hakimiyyət onun əlində idi. İstədiyini yaşadırdı, istədiyini qətlə yetirirdi. Dünya ona da vəfa etmədi. Dənizdə onu acizcəsinə Musanı təqib edən zaman boğub öldürdük. Söz Həzrəti Musadan düşdü. Bir rivayət var, qeyd olunur bu Həzrəti Musanın haqqında. Buyurur, 2 nəfər bir torpağın üzərində mübahisə edirdilər. Bu iddia qaldırırdı ki, bu torpaq mənimdir. O deyirdi, xeyr, mənimdir. Bunun üzərində bəhs edirdilər, dağlaşırdılar, savaşırdılar. Həzrəti Musa bunları görür, ikisinə də gülür. Tamaşa edir, bunlara gülür. Təəccüblü gəlir bunlara, deyir, nə üçün gülürsən? Biz burada mübahisə edirik, ciddi bir məsələdir. Deyir, nədir davamız? Deyir, davamız budur ki, mən deyirəm, torpaq mənimdir, bu torpaq. Bu da deyir ki, xeyr, bu torpaq mənim torpağımdır. Deyir, ikiniz də yalan danışırsınız. Həzrəti Musa deyir. Deyir, torpaq deyir ki, bunların ikisi də mənimdir. Bu insanların hər ikisi mənimdir. Budur, dünya heç kəsə vəfa eləməyib. Dünyanın vəfası olsaydı, hamıdan çox Həzrət Əleyhisselam bu vəfaya layiq idi. Onun kimi ədalətli bir şəxs, onun kimi şərafətli bir şəxs ona vəfa edərdi, eləmədi. Dünya nə salih insanlara, nə peyğəmbərlərə, nə imamlara, nə övliya Allahlara heç bir kəsə vəfa eləmir. Bu Ramazan ayında bizim ələ gətirdiyimiz ən böyük nöqtə və neymətlərdən biri də bu olmalı ki, bu dünyanın vəfası yoxdur. Bu dünyanın neymətlərinə bağlanmağın heç bir faydası yoxdur. Olmadan da onlardan ayrı yaşaya bilərik. 17 saat ac qaldıq, dünya neymətlərini istifadə etmədik, ölmürük. Yaşaya bilirik. Lüzumu yoxdur, sırf yemək üçün, giyinmək üçün, hər hansısa bir lüks evdə yaşaya bilmək üçün, bahalı bir maşına minmək üçün hər bir zülmə əl atasan, hər bir harama əl atasan, dəyməz. Yoxdur, bu dünyanın vəfası yoxdur, heç bir kəsə vəfa etməyib. Etsəydi Süleymana edərdi, Həzrəti Süleymana. Həm peyğəmbər idi, həm bir kral idi özü üçün, bir rəhbər idi. Allah Taala yerin, göyün bütün ixtiyarını vermişdi onun əlinə. Bütün ixtiyarın, küləyin ixtiyarı onun əlində idi. Heyvanların dilin bilirdi, cinlərin dilin bilirdi, insanların da ki rəhbəri idi. Bütün cəhcəlal əlində idi. Dünyasını dəyişəndən bir həftə sonra insanlar bildilər ki, o dünyasını dəyişib. Bu dünyanın vəfası olsaydı Süleymana qarşı belə rəftar eləməzdi. Dünyanın və onun əhlinin heç bir zaman vəfası olmayıb. Allah Taala qərara gəldi ki, Həzrət Əli əleyhissalam kimi bir şəxsiyyəti Kəbənin başını yarsın, Həzrət Əli əleyhissalam kimi bir şəxsi bu dünyaya gətirsin. Amma dünya əhli isə Həzrət Əli əleyhissalamın başını yardı, onu dünyadan apardı. Budur vəfa, budur dünyanın vəfası. Yoxdur ki, Həzrət Əli əleyhissalam bu dünyaya buyurur, mən səni 3 dəfə talaq vermişəm. 3 dəfə talaq vermişəm, yəni o demək ki, artıq sənə qarşı heç bir bağlılığım yoxdur. Məni özünə əsir edə bilməzsən. Dünya deyir, bəzənmiş bir qadına bənzəyir. Hamını özünə əsir eləməyə çalışır. Amma heç bir kəsə vəfa göstərmir. Heç bir kəsin əlində qalmır. Bir gün bunun əlindədir, digər gün başqa birinin əlindədir. Yoxdur. Heç bir kəsə bağlılığı yoxdur. Onun işi budur. Vay o kəsin alına ki, ömrünü onu ələ gətirmək üçün, o dünyanı ələ gətirmək üçün həsr edə. Bəzən görürsən, övliya Allahlar, salih bəndələr, onların həyatını oxuyanda və yaxud onların haqqında filmlərə, videoları görəndə baxırsan ki, onların giyiminə sadə bir həyat tərzi yaşayıb, sadə bir formada, bir daxmada yaşayıb, əynindəki giyimi də həmsinin. Yediyi yemək də bir loxma çörək olub. O da bu dünyanı yaşadı, getdi. Hər gün ət kabab yiyən, qulluğunda cariyələrin olduğu Qarunlar, Fironlar da dünyanı yaşayıb getdilər. Dünyanın heç birinə vəfası olmadı.
Nə bunlara, nə onlara. Heç birinə. Odur ki, dəyməz. İnsandan geriyə qalan bu dünyada bir əməli olur, bir də adı. Bugün Fironun adı necə hallanır? Bir kəs zalim olanda onu bənzətmək istəyəndə deyilir Firondur. Filan kəs Firondur, Fironluq eləyir. Amma Əli əleyhissalamın adı necə? Yerindən qalxırsan, ya Əli deyirsən. Oturursan, ya Əli deyirsən. Allahdan bir şeyi kömək istəyirsən, imdad dilirsən, Həzrət Əli əleyhissalamın adını vasitə qərar verirsən. Birinə dua eləyəndə deyirsən, Əli yarın olsun, Əli köməyin olsun. Əl tutmaq əldən qalıb. Əli əleyhissalam bu dünyanı bir tikə çörəklə yaşadı, getdi. Hər gün cəhcəlallı qidalarla, yeməklərlə yeyə yox. Brend parçalardan hazırlanmış paltarlar geyinmədi. Bahalı 3 mərtəbə, 4 mərtəbə saraylarda əyləşmədi. O da bu dünyanı yaşadı, getdi. Amma özündən sonra ad saxladı. Və Allaha layiqli bir bəndə olub getdi. Allahın ən gözəl bəndələrindən olub getdi. Allahın Kəbənin başını yarıb dünyaya bəxş etdiyi Həzrət Əli əleyhissalamın İbn Mülcəm başını yarır, bu dünyadan aparır. O imam ki gəlmişdi bu dünyada sənin dünya və axirətini abadlaşdırsın. Əbədi dünyavı abadlaşdırsın ki, axirətdədir. Razı olmadılar. O şəxsi qətlə yetirib aradan aparmağa çalışdılar. Belə bir gecədə, Qədr gecələri kimi müqəddəs gecələrdə, ibadət halında. Bax, elə dünya əhlinin xüsusiyyətləri budur. Biri məscidə gəlir, imamı qətlə yetirmək üçün, amma dünyaya bağlı olmayan şəxs, Allaha bağlı olan bəndə, Həzrət Əleyhissalam, məscidə gəlir Allaha ibadət etmək üçün, əhya saxlamaq üçün. Dünya əhli ilə dünya əhli olmayan insanın fərqi bax buradadır. Aşkardır. Aşkardır. İnsan fürsətdir bu günlər, qədri gecələri xüsusilə fürsətdir ki, özünü yetişdirə, Həzrət Əleyhissalam kimi özünü hazırlaya. Biz onların məqamını ucala bilməsək belə ən azından səyimiz bu yöndə olmalıdır, çalışmalıyıq. Bu gecələri əldən verməməliyik, müqəddəs gecələrdir. Özümüzü bağışlatdıra bilməliyik, dünyadan uzaqlaşa bilməliyik, Allaha yaxınlaşa bilməliyik. Çünki Allah heç bir vaxt xəyanət etmir, Allahın vəfası var. Allah öz vədinə vəfa edəndir, dünya isə yox. Dünya insana boş vədlər verir, heç bir vaxt ona vəfa etmir. Öz əhdinə vəfa etmir, amma Allah elə deyil. Hədislərdə bir bənzətmə var dünyanın haqqında, buyurur, dünya dəniz suyu kimidir. Ondan içən heç bir vaxt sirab olmaz. Yəni, o susuzluq ətəşi aradan getməz. Əksinə, biraz da susuzluq verər tərkibindəki duza görə. Biraz daha çox içərsən, o qədər ki, artıq dünyadan köçüb gedərsən, ölərsən. Dünya malı da belədir. Bütün günü sən qaçırsan mal dövlət arxasınca, bu maşını alım, hədəfin bu oldu. Gərək bu cür insanlardan da insan uzaq ola. O mühitdən gərək özünü ayırasan, uzaq olasan. O cür dünyaya bağlı olan, dünya əhli olan insanlardan oturdur eləməməlisən. Uzaq olmalısan onlardan. Çünki onların bütün söhbəti, mövzuları bunun haqqındadır. Filan maşın, filan ev, filan ticarət, filan iş, filan. Yəni, hədəfləri budur. Bir var ki, sən bunu qazanasan, ki, Əhl-i Beyt də qazanıb. İmam Həsən əleyhissalam öz dövrünün ən zəngin və imkanlı insanlarından olub. Belə olmasaydı, bu qədər qul azad edə bilməzdi. Bu qədər fəqirə yoxsula əl tuta bilməzdilər. Həmçinin İmam Həsən əleyhissalam, İmam Hüseyin əleyhissalam kimi o da zəngin insan olub. O Əhl-i Beytin kərimi deyərdilər. Kərim Əhl-i Beyt olub İmam Həsən əleyhissalam. O qədər var dövlət sahibi olub ki, daima evində fəqirlər üçün süfrə açıb onlara əl tutub, yardım göstərib onlara. Elə bir insan olub. Aciz olmayıblar onlar pul qazanmaq üçün. Dünya malını ələ gətirmək üçün aciz olmayıblar. Amma hədəfləri bu olmayıb. Dünya malını ələ gətirin, vəssalam. Yox. Ona bağlı olum. Xeyr, o olmayıb. Hədəf bu olub ki, bunu gətirim, Allah bəndələrinə kömək edib və buradan öz məqamımı artırım. Öz ruhumu inkişaf elətdirim, kamilləşdirim, yüksəldim, öz nəfsimi cilovlayım, nəfsimi tərbiyə edim. İmam Rıza əleyhissalam öz dövrünün ən imkanlı insanlarından olub. Bu qədər fəqiri öz yanında işə götürüb onları çalışdırıb, onlara pul verərdi, onları dolandırardı, yaşadardı onları. Hədəf bu olmalıdır. Odur ki, bu günlər bizim üçün bir neymətdir, qədrin bilməliyik və öz nəfsimizə bunu başa salmağa çalışaq. Ki, mən burada müvəqqətiyəm, qonağam. Bu yer üzərində qonağam. 50 il, 60 il, 70 il. Və yaşadığım bu yerin mənə vəfası yoxdur. Buna bağlanmağa dəyməz. Çünki buna bağlanan heç bir kəs buradan xeyir görməyib. Məndən öncə fironlar yaşayıblar, xeyir görməyiblər.
Məndən öncə Həzrət Əli əleyhissalam kimi insanlar yaşayıblar, dünya onlara da vəfa etməyib. Bəs mənə də etməyəcək. Bu dəyişilməz bir qanundur. Bunu həll etməliyik. Özümüzdə, öz zehnimizdə, öz nəfsimizdə biz bunu həll etməliyik. Bunu artıq başa düşməliyik. Və bu ay bitdikdən sonra da həyatımızı o cürə davam edə bilək. Yəni bu bir aydan sonra, bitəndən sonra Allahdan acıq çıxarmışcasına yemək, istədiyimiz kimi öz nəfsimizin azad buraxaq cilovunu tüğyan etsin, xeyr. Bəzən görürük, hətta təəssüflər olsun, iftar vaxtı da bəzilərində onu görürük, müşahidə edirik. Bu göstərir ki, bu hələ Ramazanın mahiyyətini başa düşməyib. Oruc tutmağın mahiyyətini başa düşməyib. Oruc gəlib sənin nəfsini tərbiyə etsin, səni tərbiyə etsin, məni tərbiyə etsin. İftar vaxtı çatır, elə bil bu insan Allahdan acıq çıxır. Ard-arda müxtəlif növ yeməklər, müxtəlif növ... Hətta halal belə olsa bu düzgün deyil. Nəfəsi kəsilənə qədər yeyir. Bu dünyaya və onun malına olan bağlılıqdır. Bu göstərir ki, ən azından bu insan bu bir ayda öz nəfsini hələ tərbiyə edə bilməyib. Başa düşməyib ki, bu bir ay, bu fürsət də ona verilib öz nəfsini tərbiyə etsin, öz ruhunu azad etsin, özünü inkişaf elətdirsin mənəvi cəhətdən, özünə bir nümunə götürsün. Həzrət Əli əleyhissalam kimi, Peyğəmbər kimi şəxsləri bu bir ayda bu fürsətdən istifadə etsin, özünü onlara yaxınlaşdırsın, yaşam tərzi cəhətdən. Və nəticə etibarilə özünü Allaha yaxınlaşdırmış olur, bəndəliyi cəhətdən. Odur ki, biz bu ayı, bu fürsəti əldən buraxmayaq. Geridə qalan bu son bir həftəni belə əldən buraxmayaq. Bu gecələrdə də bizləri də dua edin ki, danışdığımız bütün bu sözlər mənim özümə də aiddir ki, bunlara riayət edə biləm. Siz əziz, dəyərli həmvətənlərimizdən, tamaşaçılarımızdan istəyimiz də budur. Bizləri də dua edin. Unutmayın dualarınızda bizləri, əziz mömin bacı və qardaşlarımızı, qəriblikdə olanları, zindanda olanları, əsirlikdə olanları, xəstəsi olanları, övlad arzusunda olanları, ailə qurmaq istəyənləri, bütün bunların hər birin dualarınızda unutmayın. Rəhmətə gedənlərimiz var. Onların ruhları bu dəqiqə, gözləri bizim arxamızdadır. Bizim dualarımızın arxasındadır ki, bu müqəddəs günlərdə ola bilsin, bizi də onları xatırlayaq, dua edək. Belə bu günlük bu qədər. Allah amanda qalın. Növbəti videoda görüşmək ümidilə. Sağ olun.